Əgər səyahət planlayırsınızsa, mütləq bu videoya baxmalısınız. Hətta səyahət planlayan dostlarınıza da göndərin. Əvvəlcə bunu qeyd edim ki, getdiyiniz ölkədə maraqlı yerlər, muzeylər, restoranlar və yaxud da bunun kimi görüləcək yerlər varsa, öncə TikTok üzərindən axtarış verin. Məsələn, deyək ki, Milandasınız, o zaman TikToka istənilən dildə Milanda görüləcək yerlər, ən maraqlı restoranlar, muzeylər, Milan ətrafı şəhərlər və s. bunun kimi sözlər yaza bilərsiniz. Muzeylərə və onun kimi görkəmli yerlərə, hətta parklara gidlərlə getmək istəyirsinizsə, o zaman bu proqramla bilet ala bilərsiniz. Əlimdə gördüyünüz bu konvert isə tax-freedir, yəni alış-verişdə əlavə ödədiyim vergini aeroportda geri almaq üçün sənəd. Alış-veriş edərkən ödəniş vaxtı sadəcə tax-free tələb edin və salam. Bunu daha da asanlaşdırmaq üçün bu tətbiqi yükləyə bilərsiniz. Gördüyünüz kimi burada ödədiyim əlavə vergini aeroportda geri alacağam. Geri alarkən də mütləq şəkildə nağd olmasını tələb edin. Deyək ki, olduğumuz şəhərin ətrafında başqa şəhərlər də var və siz oranı görmək istəyirsiniz. Qatara bilet almaq üçün isə bu tətbiqi yükləyib işinizi asanlaşdıra bilərsiniz. Postun altında bütün tətbiqlərin adlarını olduğu kimi qeyd edəcəm. Unutmadan qeyd edim ki, pulsuz xəritə və internetdən istifadə etmək üçün də bu tətbiqləri yükləyə bilərsiniz. Ümid edirəm bu video sizin üçün faydalı olacaq. Özünüzə yaxşı baxın. Allah amanında.